Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və sallallahu əla seyyidina və nəbiyyina Muhammed və alihi tahirin. Salam, əziz və hörmətli televiziya tamaşaçıları. Xoş gördük sizləri, əziz müsəlman bacılar və qardaşlar. Bildiyiniz kimi, bu günləri Ramazan ayının 6-cı günüdür. Biz də sizinlə bugün Ramazan ayının 6-cı duasını oxumaqlıqla və onun bəzi hissələrinə izah verməklə sizin xidmətinizdəyik. Öncə Ramazan ayının 6-cı gününün duasını birlikdə oxuyalım. Bismillahirrahmanirrahim. Allahümme la tehzulni fihi li ta'arrudi ma'asiyetik. ولا تضربني بسياط نقمتك وزحزحني فيه من موجبات سخطك بمنك وأياديك يا منتهى رغبة الراغبين. Biz bugünkü duada oxuyuruq ki, Allahümmə la təxzulni fihi li təərrudu məəsiyyətik. İlahi, məni bugün sənin sözündən çıxıb günah etməklə xar və zəlil etmə. Və la təğribni bisiyati nəqimətik. İlahi, qəzəb şallaqları ilə məni belə bir gündə vurma. Və zəhzihni fihi min mucibati səxətikə bimənnikə və əyadikə ya müntəhə rəğbətir rağibin. Məni bugün öz minnət və qüdrətin ilə qəzəbinə səbəb olan günahlardan uzaqlaşdır. Ey arzu edənlərin son arzusu. Görək, belə bir gündə biz Allaha dua edib nə istəyirik? İlk öncə deyirik ki, ilahi, belə bir gündə məni günah etməkli ilə xar və zəlil etmə. Bəli, düzdür, əziz tamaşaçılar, həqiqətən də günah hər iki dünyada insana zillət və xarlıq gətirir. İnsanın zəlil olmasına səbəb olur. Biz dualara, biz hədislərə, Qur'an ayələrinə baxdıqda görürük ki, günahın insanların həyatında, ictimai, fərdi və ailəvi həyatında müxtəlif mənfi təsirləri vardır. Mən istəyirəm, bu verilişimizdə günahın mənfi təsirlərinin bəzilərinə işarə edəm. Hədislərin birində gəlmişdir ki, günah etməklik səbəb olar ki, Allah tərəfindən insana bəlalar gəlsin. Çox hədislərdə gəlib ki, bəzi günahlar səbəb olur ki, o günah olan yerdə zəlzələ baş versin. Bəzi günahlar səbəb olur ki, müxtəlif bəlalar insana gəlsin. Məsələn, insanın övladı ölsün və yaxud övladı olmasın. Bu hamısının günah səbəb olur. Biz insanlar dərk eləmirik bunu. Amma günahların insan həyatında müxtəlif rolları vardır. Necə ki, Allah Teala Qur'anın bir ayəsində belə buyurur ki, Və ma əsabəkum min musibətin fəbima kəsəbət əydikum. Ey insanlar, bunu bilin ha. Hər o müsibət ki, sizin başınıza gəlir, hər müsibət ki, sizin qarşınıza çıxır, bilin ki, onun səbəbi sizin özüsünüz. Və yəfu ən kəsir, hələ Allah Teala bu günahların çoxundan keçir. Yəni, bu ayədən istifadə olunur ki, musibətlərin çoxu ki, biz insanların qarşısına gəlir, biz insanlar o müsibətlərlə üzləşirik, onun səbəbi mümkündür, biz insanlar olaq. Bu günahın bir səbəbidir ki, insan günah etməkli ilə səbəb olur ki, özünə bəla nazil etsin. Günahın ikinci mənfi təsiri duaların həbs olunmağıdır. Bəzən insan görürsən ki, nə qədər dua edir, Allahdan istixasa edib, dua edir, bir şey istəyir, amma duası müstəcab olmur. Necə ki, bir nəfər gəlir İmam Sadiq əleyhissalamın xidmətinə, deyir ki, Yəbnə Rəsulullah, məgər Allah Teala Qur'anda buyurmayıb ki, Ud'uni əstəcib ləkum, məndən istəyin, mən də verim.
Amma yəbnə Rasulullah, mən Allaha nə qədər dua edirəmsə, Allah mənim duamı müstəcab etmir, mənim səsimi eşitmir, mənim istəyimi, hacətimi vermir. İmam Sadiq əleyhissalam buyurur, Allah Taala Qur'anın başqası ayəsində buyurur ki, mənim əhdimə əməl edin, mən əhdi ki, peyman ki, sizlə bağlamışam, ona əməl edin, mən də o əhdimə, mən də öz əhdimə, öz vədəmə əməl edərəm. Deyirəm, sən öz əhdinə vəfa etmisən, Allah ki, buyurub, günah etmə, sən günahlardan çəkinirsən, əgər günahlardan çəkinməsən, təbii ki, sənin duaların qəbul olmaz. Necə ki, Əli əleyhissalamda Kumeyl duasının əvvəlində gözəl bir cümlə buyurur. Buyurur ki, Allahümməğfir liyəz zünubəlləti təhbisud dua. Ey mənim Rəbbim, mənim o günahlarımı bağışla ki, o günahlar səbəb olur ki, mənim dualarım qəbul olunmasın, həbs olunsun. Bu sözün mənası nədir? Biz bu Əli əleyhissalamın bilirik ki, Əli əleyhissalam heç bir günahı yox idi. Bunu biz insanlara çatdırır. Demək istəyəcək, ey insanlar, əgər istəyirsiniz duanız qəbul olsun, əvvəl gərək Allahdan istəyəsiniz ki, sizin günahlarınızı bağışlasın. Günahlar bağışlanmasa, mümkündür ki, dualar da müstəcab olmasın. Bu günahın başqa bir mənfi təsiridir ki, insanların duasının müstəcab olmağın qarşısını alır. Başqa bir tərəfdən də, İnsan bəzən günah elə bir günah edir ki, o günahlar səbəb olur, insanın yaxşı əməlləri aradan getsin. Bəli, belədir. Necə ki, bir gün İslam Peyğəmbəri Həzrəti Muhammed sallallahu aleyhi və alihi və səlləm buyurdu. Hər kim Subhanəllahi vəlhəmdulillahi və la ilahə illəllahu və Allahu əkbər zikrin desə, Allah Taala hər bir zikrin müqabilində onun üçün behişdə ağaclar əkər. Onun üçün behişdə məqam verər, mərtəbə verər. Onun behişdə yerin amadə və hazırlayar, hazır edər. Bunu eşidən səhabələrdən bəziləri dedilər ki, ya Rəsulullah, əgər belədirsə, onda bizim Allah yanında behişdə həddindən artıq çoxlu ağaclarımız vardır. Peyğəmbər buyurdu, bəli, belədir, amma bir şərti vardır. O şərtdə budur ki, əgər elə günahlar etməyəsiniz ki, o günahlar gedə bir atəş ilə orada olan ağacları yandıra. Bəli, günahın mənfi təsirlərindən biri budur. Əgər insan bəzi günahları edərsə, o günahlar səbəb olar ki, insanın yaxşı əməlləri aradan getsin, nabud olsun. Bu günahın başqa bir mənfi təsiridir insan həyatında. Günahın başqa bir təsiri də vardır. O da bizim insanların çox, necə deyərlər, ona qiymət verdiyimiz məsələdir. Bəzi günahlar vardır ki, hədislərdə də gəlmişdir ki, səbəb olur insanın ömrü azalsın. Əksinə, bəzi gözəl əməllər də vardır ki, insan o əməlləri edərsə, o da səbəb olar ki, insanın ömrü uzansın. Bu bir həqiqətdir. İmam Sadiq əleyhissalamdan bir hədis vardı. Deyir ki, bəzi insanlar vardır ki, onların tez ölmə səbəbləri onların günah etməsidir. Əksinə, bəzi insanlar da vardır ki, onların ömürlərinin uzanması onların etdiyi gözəl əməllər sayəsindədir. Bu hədisdən də biz belə başa düşürük ki, bəzi günahlar səbəb olur ki, insanın ömrü azalsın. Bu da günahın başqa bir təsiridir. Həmçinin, bəzi günahlar vardır ki, səbəb olur insana verilən ruzilər onun əlindən alınsın. Günah ucbatından, günah səbəb olur ki, Allahın verdiyi nemətlər onunla uzaqlaşsın. Necə ki, Allah Taala Qur'anın bir ayəsində belə buyurur: "Lə-in şəkərtum lə-əzidənnəkum." Ey insanlar, əgər Allaha nemətlərinin müqabilində şükür etsəniz, bu nemətlər daha da çoxalar. Davamında buyurur: "Və lə-in kəfərtum." Amma əgər şükür nemət eləmədiniz, nemətlərin müqabilində şükür etmədiniz, bilin ki, innə əzabı ləşədid, mənim əzabım şiddətlidir. Bu cümlənin bir mənası da bu ola bilər ki, yəni əgər şükür etməsəniz, verdiyim ruziləri əlinizdən alaram. Əlbəttə, Allah bunu istəmir. Biz insanlar öz əməllərimizlə, öz günahlarımızla səbəb ola bilərik ki, Allahın bizə verdiyi nemətlər bizim əlimizdən çıxsın. Necə ki, Kumeyl duasında bu ibarətdə, bu cümlədə gəlmişdir ki, Əli əleyhissalam buyurur: "Allahummə ğfir liyəz zunubəlləti tuğayyirun ni'əm." Ey mənim Allahım, ey mənim Rəbbim,
mən o günahlar ki səbəb olur, nemətlər dəyişsin, nemətlər aradan getsin, o günahlarımı da bağışla. Əli əleyhissalamın bu kəlamından da məlum olur ki, bəzi günahlar vardır ki, insanın əlindən nemətləri ala bilər. Belə bir gündə də biz Allahdan istəyirik ki, ey mənim Rəbbim, ey mənim Allahım, belə bir gündə sənə günah etməklə bizi xar o zəlil etmə. Duanın ikinci hissəsində Allaha xitab edib deyirik, və la təğribni bisiyati nəqimətik. İlahi, qəzəb şallaqları ilə məni vurma. Bizi Allah yaradıb, Allah bizə qüdrət verib, bütün neymətləri Allah bizə verib. Allah eləyə bilər, hər bir günah etdiyimiz vaxtında bizi cəzalandırsın, bizə əzab nazil eləsin. Amma Allah bunu etmir. Nə üçün? Allah Taala qəffardır, Allah Taala bağışlayandır, Allah Taala təvvabdır, Allah Taala tövbələri qəbul edəndir. Allah Taala səri'ur rizadır, tez razı olandır. Biz belə gündə ilahi, əgər cahillik etdim, əgər bilmədən bir günaha mürtəkib oldumsa, ilahi, öz qəzəb şallağınla məni belə bir gündə cəzalandırma. Nəhayət duanın sonunda xitab edib Allahımıza deyirik ki, ilahi və zəhzihni fihi min mucibati səxətik. Məni bu gün öz minnət və qüdrətin ilə qəzəbinə səbəb olan günahlardan uzaqlaşdır. Ya muntəhə rəğbətir rağibin. Ey arzu edənlərin son arzusu. Həqiqətən belədir. İnna lillah və inna ileyhi raciun kəlməsinin də cümləsinin də mənası budur. Biz Allah tərəfindən gəlmişik. Allah bizi yaradıb. Allaha tərəfdə getməliyik. Bütün şeylərin, bütün insanların arzusu Allah olmalıdır. Əgər biz günahlardan uzaq olmasaq, Allaha yaxın ola bilmərik. Əgər günahlardan uzaq olarıqsa, Allaha layiqincə ibadət və itaət edəriksə, onda eləyə bilərik ki, Allah arzusunda olaq, Allaha yaxın olaq. Allah Taala Qur'anın müxtəlif ayələrində buyurur ki, "Vəttəqullaha məstətətum." Bacardığınız qədərində Allahın yolu ilə gedin, Allahın vacibatına əməl edin, Allahın haram buyurduğundan çəkinin. Bəli, Allaha and verirəm, bu mübarək ayın hörmətinə belə bir gündə bizi günahlardan uzaq etsin və bizi qəzəbinə şamil etməsin və bizi müvəffəq eləsin, onun həqiqi və layiqli bəndələrindən olaq. Əziz və hörmətli tamaşaçılar, sizi Allaha tapşırıram. İnşallah Ramazan ayının 7-ci günündə 7-ci dua ilə sizin xidmətinizdə olacağıq Allahın köməyi ilə. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.